Hı. İndi faktorial uşaqlar dediyim tərifdən sonra misallar üzərində hamısını dənə-dənə izah eləmək gərəkirsə, belə deyəlim də, özümdən həmişə belə bir qayda deyirəm. İstənilən bir ədədin faktorialını hesabladığınız zaman üzü 1-ə doğru gələndə, misal üçün 7 faktorial deyirəm. 7, 6, 5, dıngılı, 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 istədiyin faktorialda gəlib deyənə bilərsən. Nə fərqi var? Heç bir fərqi yoxdur. 4, 2, 2, 1 və s. və s. və s. bu şəkildə. Niyə? Çünki onsuz 7 faktorial da 1-ə kimi hasildir. Onsuz 4 faktorial da 1-ə kimi hasildir. Gəlin bunu sadə bir misalda görək. Birinci sualda 6 faktorial nə deməkdir? 6-dan 1-ə kimi hasil. Amma ona ehtiyac yoxdur. 6 vur, 5 vur, 4 faktorialda dayanıram. 4 faktoriallar gedir. Nə qalır? 6 vur 5, 30 qalır. Müəllim, mən başa düşmədim deyən varmı çocuklar? Yoxdur. İkinci sual. Süleyman, səndən başlayalım. İzah elə görək. 7 faktorialı çıxardıb Bəli. 1 üstə gəl 8 kimi yazılır. Tələsmə, səbirli ol. Çünki birinci dəfə qulaq asanlar var. 7 faktoriallı yuxarıdan 8 faktorialın içində olduğu üçün çıxardıram, qalır 1. Üstə gəlinsin. 8 faktorialın içində də 7 faktorial çıxardanda qalır 8. Aha. Sonra Süleyman ikinci sətirdə. 6 faktorialı çıxardırıq, qalır 1 üstə gəl 7. 1 üstə gəl 7. Aha, buyur davam elə. Bura elədi 9, bura elədi 8. Aha. 7 faktorial 6 faktorial gedəcək, qalacaq yalnız 7. Hı -hı. 7 63 vurulsun bölünsün 9 8. bölünsün 8. Bəli. Kamran, gör haranı başlamadın? Aysu, görün harasını başlamadınız? Her yere bakın. Hı -hı. Cavanşir, üçüncü sualı zəhmət olmasa sən de. Kamil gəldi. Deyim müəllim. De can, de Cavanşir. Bunu da bayaq kimi eləyirəm. Yəni 20 8 faktorial mətrəsi xaricində çıxardıram. Yo, burada o şey vurma olduğu için İxtisarlaya çıxarmağa bilərəm ehtiyac burada. yoxdur. Ha, ixtisar Promo eləyirəm. ixtisarlayabilirsin. Aha, Ha, necə? bəli. İxtisar eləyirəm. Hı -hı. 20 qalır. Bəli. Aşağıda da 9 8 faktorialla 9 faktorial yanında 9 qalır. 9 qalır. Bəli, yəni hər hansı bir ixtisarda uşaqlar biri o birinin hər zaman birdən o ədədə qədərin olan içərisindədir, yəni hasilindədir. Aha, dördüncünü Mehrab sən de, ürəyin qurban. Burada n plus 1 faktorialı n plus 1 vurulsun n faktorial kimi yazırıq. Hı -hı. N faktorialı sadece edir, qalır n plus 1. N plus 1. Aha. Bu zaten hərfləndir. Beşinci günü Aysu qızım desin. Yuxarı tərəfdə n artı 1 vurulsun n faktorial, çıxılsın n faktorial. Bəli. Biraz önce Süleyman'ın mükemmelsin Aysu. Biraz önce Süleyman'ın dediğinin hərflərlə, yəni n'lərlə olandır. N plus 1'in içində zaten n olduğu üçün n faktorialı çölə çıxardırıq. N plus 1 qalır, tamam mı? Çünki n'ə qədərinə getdi. N faktorialın özünü də çölə çıxartdığımız üçün 1 qalır. Aşağıda da olduğu kimi qaldı. Bərabərdir ona. Birlər getdilər, n də bərabər oldu nəyə? Ona. İlk 5 sualda Kamran. Kamil, hoş geldin məclisimizə. Sağ ol hocam. Ne var ne yok. İyiyim hocam. Siz nasılsınız? Senin kimi şagirdim var. Hiçbir zaman yani yenilmərəm mən. Seni çok seviyorum Kamil. Ben de size. Oy oğlan, oy Kamil. Uzaklarda olsam da hocam kalbimle sizi seviyorum diyorsun. Evet hocam. Oy Kamil, oy Kamil. Kamil, o zaman altın sualı izah Ben yok. eləcəkdən millət Ben alkışlasın geç səni. geldim hocam. Ben Oo, bu bilmiyorum. hareketlərə görə bir şey çırpılasan o şeysən. Evet, yaxşı, zaravat eləyirəm. Mehrab desin. Burada yuxarıda 6 faktorialı mərtəbə çıxartısını çıxardırıq. Hı -hı. İçəridə nə 6 var qalır? 8 vur 7, yəni Aha. 56.
Çıxılsın 1. Net. Aşağıda da yəni 6 faktorial çıxardır. 1 plus 7. Nasıl? Kamil, mikrofonun səsini al, deyəsən qardaşınla savaşırsan orada yemək üstündə. Yəni eşidirik buradan. Kamil, başladın mı altın sualı? Bəli, bəli. Kamran, başladın mı koçum? Bəli. Bəli. Hı hı. Şimdi değerli kardeşlerim, 8 6 faktoriyallar getdilər. Burada ne kaldı? 56 minus 1 55. Aşağıda ne kaldı? 8 kaldı. Evet, 7-cini Kamran İsmailzadə izah eləyəcək. 3 faktorial çıxardırıq. Hı hı. İçeride ne kalır? Kuzu keserim seni. İçəridə 1. 1 vurulsun 4 vurulsun. Üstəgəl 455. Yo, 5. 3 faktoriyalı çıxardanda Kamran buradan. 3 faktoriyalı çıxardanda 4 kalır. 3 faktoriyalı çıxardanda 5 ilə 4 kalır. Aşağıda ne çıxardırıq başa ay Kamran? Aşağıda 2 faktorial. Hı hı. Bir Məsələn, olur üstəgəlisi. 1, Aha. bir üstəgəl 3, üstəgəl 4 Dörd. vurulsun 3. 3. Elə bil ki, oradakı Kamran, o neyse çıxardırıqsa, orada ortada qalan ədədlər qalmış olur. Bura neçə eləyir? 24, 25 eləyir elə bilirəm ki, 12, 3, 15, burada 16 eləməlidir. 3 faktorialına 2 faktorialda gedən 3 olur. Olur neçə uşaqlar? 75 bölünsün nə? 16. Hocam, ben orada sualım var diyen var mı Mehrab? Cavanşir. Xeyr, mənim. Aysu kızım, barıştın mı? Bəli. Kamil, barıştın mı hiç olmasa? Böyle işte hocam. Buyur Kamil, sonunda 8'in sualı sen izah eyle. Kamil. Şimdi hocam Deyim Şey- müəllim. De Cavanşir. 6 faktorial mötəsi xaricine çıxardıram. Evet. 1 plus 7. Hı. Orada da 6'lar ixtisar gedir. X Sekiz. bərabərdir 8'e. 9-cu sualda çocuklar, hər hansı bir ortaq məxrəcə və s. neyse bir şeye ihtiyac yoktur. Çünkü elə 1 bölü 2 adi hesablamadır. 1 bölü 6, bu da 2 bölünsün 24 eləyir dersin, səhv etmirəmsə. O da ortaq məxrəcə falan gətirsən, yəni onu çox izah eləyib şey eləmək istəmədim açıkçası. Hı. 10-cu sual. Süleyman, can you explain it please? 1-dən 10-a qədər hasillər, bütün rəqəmlərin hasilləri bərabərdir. Onun üçün də x-də 10 faktorial olmalı. Bəli, o 10 olacaq. Bəli. Hı. Şimdi çocuklar, konu burada neden ibarettir? Konu bundan ibarettir ki uşaqlar. Bir saniye, bunu bir tane çekin bu yana. Hı hı. Konu burada bundan ibarettir ki, burada faktoriyalın tərifini şagirdlərə izah eləmək istəyir. Yəni onsuz da 1-dən 6 faktoriyala qədər nə olan 6 faktoriyaldır. 1-dən 6-ya kimi hasildir. Tamam mı? Fərqi yoktur. 10'a kimi oldu. Elə vurma cədvəlində 6, 7, 8, 9 dıngıla davam eləyəcəkdir. Yəni nəticə etibarıyla elə bura özü 10 faktoriyaldır. 10 faktoriyal x faktoriyala eşit olduğu üçün nə olacaqdır? 10 olacaqdır. Hı -hı. Aysu, 11-ci sualı izah elə mənim balam. N çıxılsın 2 vurulsun N çıx 1 faktorial. Aha. O zaman toya dava düşdü . Kasıbın toyuna dava düşdü. Şimdi Aysu, mən bu misalı qoy kənara. De görüm Aysu, n çıx 3 mü böyükdür, n çıx 4 mü böyükdür? N çıx 3. N çıx 3 mü, n çıx 4 mü? Bəli. N çıx 3. Niyə görə n çıx 3 böyükdür mənim Daha balam? az rəqəm çıxıb ona görə. Ay yaşa Azərbaycan, səninləyəm. O zaman biz böyüyü əslində biz böyüyü balacaya getirirdik də faktorial. Amma sən dikkat etdiysən n çıx 2 vurulsun n çıx 1 dedin. Bilmem did you understand me? Ona görə də
En çıx 2 faktorial qalır. Tamam mı? En çıx 1 vurulsun. En çıx 2 nə olur? Faktorial olur. Bərabərdir 1 bölünsün 6-ya. En çıx 2'lər gedir. N eksi 1 bərabərdir 6'ya. N də bərabərdir nəyə? 7'yə. Buraya kadar sual olan var mı çocuklar? Yoktur. Hı hı. İndi bir dakika kime söz verim? Aha. Kamran izah eləyə bilərsən mi onunkini? Daha doğrusu orada həll eləmək problem değil de onun sakreşinyaları, yani ixtisarlarını deyə bilərsən mi onunki də necə olur? Hayır ben. Hı hı. Meyrem sen deyə bilərsən Deyim mi? mən. Deyim. Burada n vurulsun n çıx 1 vurulsun n çıx 2 faktorial. Aşağıda n çıx 2 faktoriallar ixtisar gedir. Tələsmə. Hı hı. İndi ay uşaqlar, n vurulsun n minus 1, n minus 2. Baxın nə dedik? Kamran, böyükdən kiçiyə doğru Var gedirik. olur. Böyükdən kiçiyə doğru gedirik, tamam mı? Yəni n çıx 2 Evet. faktoriallar gedir. Nə qalır burada? N Burada vurulsun n artı minus 1 şeyden bərabərdir zərbi var. 72'yə. N də nəyə bərabərdir? 9'a. 9'a. Burada oturup kvadrat tənliyi falan eləməzlər heç bir zaman imtahanda, yadınızda qalsın. Otururlar uşaqlar, nə edirlər? Belə piçmasın. Hasili, yəni variantları yerinə qoymaqla eləyirlər. Hı hı. 13-cü sual, məntiq sualdır, əvvəlki illərdə. Buyurun 13-cü sual. Y 15 x də 6. Bəli. Əslində bəyaqları ixtisar elədik. İndi misalı tərsinə gedirik uşaqlar. Yəni elə bir ədəd düşünün ki, o ədəd 15'te qurtarmır, 15 faktorial olub. Amma 7'yə qədər nə olan 1-dən 6'ya kimi olan hasilləri neyiniblər, ixtisar ediblər. Bəyaqları bunu deyirdi. Məsələn, bəyaqları nə deyirdi? Ay uşaqlar, 11 faktorialı 8 faktorialla böləndə nə qalır? Kamran, 11, 10, 9 qalır. Ortadakı olan ədədlər. İndi də 15'e kimi saxlayıblar, tamam mı 7'dən? 1'dən 6'ya kimi ixtisar ediblər. Burada da y 15'in üstü 6 gələndə elədi 21. Bak bu örneği Kamran başladınız mı? Aysu Kamil. Bəli mən. Hı hı. Keçelim uşaqlar testlərə.